və Səhər komandası olaraq Azərbaycanın məhz bu sənət üzrə yerli istehsalı və ölkədə tək bu nağarası olan insan olacaqsan. Teymur Bədəlov, nağara ustası gəlir. Sərdar müəllim mənim sinif yoldaşımdır. Ellərdən Şübzat deyəcək. Sinif yoldaşın. Bəli, Lerik şəhərində, rayonunda 70, bəli. İndi uzun illər ki, Üzeyir bəy, o nağaranın zəhmət olmasa... Dostumu tapdım. Bəli. Nağaranı çəklə görməyin. Sinif yoldaşın tapıb edəyəm. Sinif yoldaşımızdır. Sinif yoldaşımızdır. Lerikdə vaxtıkən atası bizdə işləyib. Yox, sən də bala qatma. Bəli, sinif yoldaşımız var. Valih yadındadır. Ay, nə gözəl. Sağ xanım, mənə də bildirdilər ki, Üzeyir bəyin belə bir arzusu Siz olub. hardan almışsınız bu məlumatı, maşallah? Bu da yerli istehsaldır. Çox Teymur köhnə zərb yerlərdir. alətləri, yəni ustası olaraq, eyni zamanda istehsalçı musiqi olaraq. aləmində bütün nağara çalanların, dostlarımızın, qardaşlarımızın Altta yazılıb, nağarasını Teymur düzəldi. Ancaq zərb alətləri. Teymur Zərb alətləri. orada da yazılıb, bəli. Mən də bütün dostları salamlayıram. Bugün bir dünya brendidir. Bugün dünyanın bir çox ölkələrinə zərb alətlərini göndərən bir nağara istehsalçısıdır Teymur bəy və çox təşəkkür edirik. Səsimizə səs verdiyiniz üçün, istəyimizi gerçəkləşdirdiyiniz üçün. Üzeyir, artıq sənin bir nağaran var. Haqqınızı halal edin. Halal. Nağara səsi gəldi, mahnılarım bil ki, həmin nağara. İnşallah. Mən də sizə uğurlar arzulayıram. Bütün veriliş uğurlar arzulayıram. Qardaşlarımıza da minnətdaram. Sizlər də sağ olun ki, bizi kimi ustaları dəyərləndirirsiniz. Sevə-sevə. Efirə qonaq çağırırsınız. Biz də nə yaxşı ki, Azərbaycanlıyıq. Yerli istehsaldır. Dünyanın bir çox ölkələrində istehsalı Sizlər amma varsınız ki, musiqiçilər sizlərdən bəhrələnir. Nə dərisindən hazırlanıb bu? bu bildiyiniz sədəfdir üzəri. Aha. Və bu peçatla olduğuna görə Teymur perkusyon, yəni bunu da izahını verim. Teymur zərb alətləri deməkdir. Yəni bu da bizim özümüzün istehsalıdır, qara plastiklə. Üzeyir bəy də ifa edə bilər. Mən də ya uşaqlarla ya tək balaca bir şey istəsəz. Mən inşallah biraz təkmilləşdirim sonra da. Yəni səsinə görə. Çoxdan heç toxunmursan, hə? Səsinə görə Üzeyir bəy Mən desəydim ki, mən doğrudan xarici maşınlar avtosalon... Gətizdirəcəkdim. bu Dedim, sənət- istəmirəm, olmayıb belə. Təşəkkür edirik. Teymur bəy, çox minnətdarıq. Hə, o deyir, oğlumu axtarırdım, dostumu tapdım. Əliş. Hansı rayonda oxumusunuz? Lerikdə. Mənim dilim də oradadır. Bəli. Bobogil ocağında. Hə, var belə bir ocaq, bəli. Vallahi Nə billahi. gözəl. Gördünüz mü, inanmırdı. Çox adam deyir ki, özündən quraşdırır. Niyə quraşdırmır? Baxın. Yəni, başqa senari qura bilərdim. Dünyaya Azərbaycan nağarasının zərb alətlərini İnşallah çıxaran bir qardaşım o qardaşımız. nağaranın birində sənə hədiyyə edəcək. Mənə zərb. Zərb studiyaya. Uşaqlarla ralcına Baş üstə. Baş üstə. O da var. Mən ölürəm bir də gitara üçün. Akustik gitarası olan varsa bilən şeylə ucuz var. Temudan zaten. Onu da sənə əldə eləyək. O da sənə Ölürəm əldə akustik eləyərik. gitara. İfələyəm amma. Bəli. Nə edirsən avtomobili? Zərb aldım sənin üçün, gitar aldım Bir dənə sənin üçün. imkanlı Bir də şəxslərə var, buradan gələn biraz. arada. Açılıb, da şey açılıb, bu yol açılıb. İmkanlı şəxsi yanındadır da sən. Dilə bəndən nə dilərsən. Ay maşallah. Sizlər var. Dadaş çox sağ ol. Fərdanı necə xatırlayırsınız uşaqlığını? Necə bir uşaq idi? Bizim uşaqlığımız biz paralel oxumuşuq. 8-lik məktəbdə oxuyub Lerik şəhərində. Qardaş sonradan eşitdim ki, mən də orada oxumuşam. Yox, sonradan Mən görünmədim, eşitməmişəm. Mən uşaqlıqdan sənətlə məşğul olduğuma görə, yəni mən tam elə 7 yaşımda bu nağara sənətində başladığımda o vaxtdan bilirəm. Bir dəfə də Fərda ilə bir söhbət eləmişik, bir müddət bundan qabaq el məclislərində. Yəni Ya sənin pulun çoxdur, ya mənim. Məndə o qədər deyil. Üzeyir bəy Mən də, səndən çox- Fərda bəy də, yəni bunlar hamısı bizim dostlarımızdır, bizim fəxrlərimizdir. Yəni Azərbaycanımız üçün kim nə gözəl iş görürsə, Bəli, şəxsən fəxrimiz. mənim üçün başımızın üstündə yeri var. Mən də sənətkar olaraq. Sən də yaradırsan. Bəli, ustad, Yaradan maşallah. Allahdır. Dünyanın dörd bir tərəfinə vallah bu istehsalımız gedir. Nə Maşallah. gözəl, Fəxrimizsiz əlbəttə ki. Təşəkkür qardaş, edirik. Əlbəttə, əlbəttə. Deyir, nə gözəl ki, bir-birinizi tapdınız. Elə isə əyləşin bir siz söhbət.